Salam dostlar, hər vaxtınız xeyir. Bir gün telefonumuzu kompüterə heç bir proqram istifadə etmədən və USB istifadə etmədən ekranını paylaşacağıq. Bunu etmək üçün ilk öncə kompüterimizdə ilk olaraq Project Settings deyə bölmə var. O hissəni axtarıb tapırıq. Ya buradan girə bilərik, ya da ki Settings bölməsinə buradan girdikdən sonra buradan sistemə giririk. Sistemdə də burada ən aşağı nöqtədə də Project to this PC var. Biz burada ən yuxarıda olan Wants to deconnect at the project to this PC bu bölməni seçirik. Bu bölməni seçindən sonra bizə belə bir pəncərə açılacaq. Sizə də burada kompüterinizin adı veriləcək. Mənim kompüterin adı şahsvar olaraq qeyd olunub və telefona keçirik ikinci olaraq. Telefona keçdikdən sonra telefonumuzda yansıt bölməsini tapırıq. Və burada ekranı paylaş bölməsi var. Düşcədə yansıtdır. Ekran paylaşa vurduqdan sonra icazə veririk. İcazədən sonra telefon özü axtarır. Və gözləyirik. Və görürsünüz şahsvar oldu, kompüterini tapdı. Və biz buradan ona klikləyirik. Kliklədikdən sonra qoşulmasını gözləyirik. Bu bir qədər müddət ala bilər. Uzağı 10-15 saniyə. Və bundan sonra telefon qoşulub. Və istədiyimiz bir yerə girib oyun və ya filmlərimizi kompüterə yansıda biləcəyik. Hətta girək bir film deməyək də ən yaxşı YouTube'dan bir video qoyaq, uzun çək. Bu ismi daşıyan içki. Və bu telefonu kompüterə yansıtdıq və rahatçılıqla baxa bilərik. Səs də kompüterin özündən gəlir. Və beləsinə hər şey çox gözəl bir şəkildə belə bir şey. Təşəkkürlər izlədiyiniz üçün. Kanala abunə olmağı və like etməyi unutmayın.